Salam, hər vaxtınız xeyirli olsun. Belə bir integral sualının həllinə baxaq. Deməli, biz burada dəyişənin əvəz edilməsi üsulundan istifadə edərik. Y üstü 4x plus 6-ya bir t desək, onda yazarıq ki, d y üstü 4x plus 6 dt. Y üstü 4x plus 6-dan törəmə tapsaq, 6-nın törəməsi 0 verir. Y üstü 4x'in törəməsi bizə verir y üstü 4x və 4x'in törəməsi də 4 edir. Olur dx bərabərdir dt. Biz buradan y üstü 4x dx'i tapsaq, eləyir 4'də 1, burada t. 4'də 1 dt. Gətirək yerinə qoyaq əvəzləməni. Y üstü 4x dx'in yerinə mən 4'də 1 dt qoyuram. 4'də 1 dt. Y üstü 4x plus 6'nın yerinə də t qoyuram. Bərabərdir. 4'də 1 gəlir qabağa. Olur dt bölünsün t. dt bölü t'nin də integralı bizə verir ln t üstə gəlsə bərabərdir. Və mən t'nin yerinə əvəz etmədə yerinə qoyuram. 4'də 1 ln y üstü 4x plus 6 üstə gəlsə.